Məsələn, burada yazmışam ki, vahidlik bildirən isimlərdə mütləq Z artikılına işlənir. Vahidlik bildirənlər hansılardır? Aydır, günəşdir, yer kürəsidir. Bunların hamısı nə ilə işlənir? Yəni kainata aid olan. Bəli, kainata aid olan hamısı Z artikılına işlənir. The sky, səma, the sun, günəş, the moon, ay, the world, dünya, earth, yer, the universe, kainat və s. Bunların hamısı nə ilə işlənir? Z artikılına. Daha sonra planet adları. Yadında saxlayın, nə qədər planet varsa, onların hamısı artiklsız işlənir. Artiklsız. Amma yanında planet sözü görəcəksinizsə, onda Z-nə işlədəcəyik. Yaxşı, Yupiter, Z-Yupiter deməyəcəksiniz. Z planet Yupiter. Bəli, Z-planet sözünü görəcəksinizsə, əgər yazmışam burada, məsələn. Ayrıca Yupiterdə biz heç vaxt Z artiklı qoymayacaq. Yupiterdir, Marsdır, bunlar heç birində. Amma yanında planet sözü varsa, Z artiklı qoyacaqsınız. Fərq eləmir. Planet özündən əvvəl də gələ bilər, sonra da gələ bilər. The planet Mars or the Mars planet. Hər ikisində də Z artiklından istifadə edəcək. Bəs planetsiz olsa? Əgər planet sözü yoxdursa, artiklda işlətməyəcək. Olduğu kimi var. Bəli, olduğu kimi də qalacaq. Sonra su hövzələri. Nə qədər su hövzələri görəcəksinizsə, fərq eləmir. Okeandır, çaydır, göldür, dənizdir. Bunların